ki, gəlindir də, nə olar? Gərək deyək ki, gəlim kömək edeyim, ay xoş qədəm xanım. Git gəlinimizi çağır, git Hədicə ablanı çağır gəlsin. Xeyli xoş gedəm. Nətərsən ay Hədicə? Hardaydın? Bugün həftə sonuda istirahət eləməyi düşünürdüm. Hə? Çiçəkləri ək istirahət elə. Gel görüm. Onunla eləmirlər. Narahat olma, sonra əlini yuyacaqsın. Hə, yaxşıdır, Allah sənə şükür, gəlin nələrsə bacarır. Gördün, mənim yanımda qal ki, öyrən. Ay xoş qədəm xanım, sizə bir söz desəm incimərsiniz. Ha? Yox, niyə inciyirəm ki, de. Yaxşı ki sizin qızınız yoxdur. Nə? Yaxşı ki sizin qızınız yoxdur. Niyə bala, mənim qızım olsa nə olardı? Nə bilim, Neyniyərdi? çox işlədərdiniz onu. Çox işlətməzdim, mən onu öyrədərdim. Anam məni necə öyrədib, mən onu elə öyrədərdim. Görün, güya indi gəlin çiçək əkir. İndi bu mənə sözü gördünüzdə nətər vurdu. Gördünüz nətər mənə söz vurdu. Bravo sənə Xədicə. Kızım bak ey, bak. Bak. Ay kim, bəs demişdim bugün shoppingə gedəcəyik. Nə oldu? Bu işlər qurtarmaq bilmir. Ay bala, sən nə iş gördün ki? Hamısını özüm əkdim. Yəni nə iş, ümumiyyətlə ver mənə çıxın gedin. İstəmirəm. Ver çıx get. Niyə küstürürsən indi qadını? Gedin, vallahi gedin. İstəmirəm. Mən özüm eləyəcəm. Mən nə dedim ki, əlimin gününə baxın, nə gündədir. Bayaqdan iş görürəm. Bəs indi sən qalacaqsan axı burada.